İki dənə xərci yardım qalıb, gələcəksin, görəcəksin onları. Onların qabağında... Boşatmışam, götürmüş istadan. O gün evə gəlanda vardı, 50. Evdə işləyən var, Ses buradan qalır. Yok başkası. Gel, gel. Hamısı bu xəstə Bəşirin qardaşları deyil. Ben öz sənədlərini, bırakma, ben öz sənədlərini. Həyatı tarixi var. İbadet Sarvan Bəşiroğlu. Necə eşitdin? Yəni məsafə biraz uzaqdır deyənə zəng eliblər, dedilər ki, sənin atanı öldürdülər, özünü çatdırırlar. Mən də Simində olur. hə, o da atam simində olub da, yəni gecə qaranlığında orada işləyir. Mən də evdən çıxdım, qaçdım, gördüm maşına gətirirlər. Mən də mindim maşına, gəldim, düşürdülər. Necə dildə atan öldü? Elə, yəni normal deyil. Nə ilə vurub ki onu? Göy deyirlər, lapatka ilə vurublar, bilmirəm. Yox, lapatka. Ada elə deyirlər də, həkimlər də elə deyir. Hə, Amma tək deyir olub. ki, Yəni saat 12-dən sonra onun işi başlayır. Ha, o da saat 12-də orada olub, işində olub. O da indi necə vurub bunu bilmirəm. Nə tər xəsarət yetirib onu bilmirəm. Bu arasında nə ilə bağlı mübahisə? Elə işə görə, yəni əmim dediyində işə görə. 28 oktyabr 2025-ci il tarixində saat 02:10 radələrində Lerik rayonunun Vlik kəndində baş vermiş hadisə nəticəsində rayon sakini 1969-cu il təvəllüdü bir nəfər kişi cinsli şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş qapalı kəllə beyin travması diaqnozu təyin olunub. Pasiyentin müalicəsi mərkəzin reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.